Salam əziz dostlar, bugün mən sizə inversiyanın qısa testlərdə tapılma yolunu izah edəcəm. İnversiya cümlədə normal söz sırasının dəyişməsi deməkdir. Yəni normal söz sırası swap'dan subject, verb, object ardıcıllığı ilədir. Bizim bildiyimiz adi sual cümlələri inversiya olmuş cümlələrdir. Siz nümunədə onu görürsünüz. Sadəcə she is happy bu normal cümlədir. İnversiya olmuş versiyası is she happy. İnversiya əsasən harada olur? İnversiya əsasən baş cümlədə olur, yəni main clause-da olur. Budaq cümlələrdə isə, yəni subordinate clause-larda adətən işləmir. Yeganə istisna şərt odur ki, şərt budaq cümlələri olarsa, yəni if ilə başlayan cümlədə conditional clause-da if atılır, bu zaman inversiya olunur. İnversiyanın iki əsas növü var. 1. Köməkçi feil mübtədadan əvvələ keçir. 2. Əsas feil mübtədadan əvvələ keçir. Ən çox geniş yayılmış köməkçi feilin mübtədadan əvvələ keçilməsidir. Siz bunu şəkildə görürsünüz. Auxiliary verb mübtədadan əvvələ keçir. Normal bir cümlə deyək. She has finished her work. Sual cümləsində has she finished her work? Bu inversiya olunmuş bir variantdır. Müdavimlər üçün ən çox rast gəlinən suallar bu tipli olur. Mənfi və məhdudlaşdırıcı ifadələr. Bunlar cümlənin əvvəlində gələrsə, çox böyük ehtimalla doğru inversiya olunmuş cümlələrdir. Bu ifadələri əzbərləməlisiniz. Mən bu ifadələri qısa şəkildə yazıb ən çox işlənən ifadələr hansılardır, onları sizə burada göstərmişəm. Never, hardly, rarely, seldom və s. Bunları siz ekranda görürsünüz. Daha sonra bunlara aid nümunələr vermişəm. Misal üçün, I have never seen such a beautiful place. Never subjectin önünə keçir, çünki məhdudlaşdırıcı sözdür. Never have I seen such a beautiful place. Və yaxud da he had hardly arrived when the phone rang. Hardly had he arrived when the phone rang kimi ifadələrdən cümlələri birər-birər siz özünüz baxıb yavaş saxlayaraqdan analiz eləyə bilərsiniz. Daha sonra dediyimiz kimi, qeyd etdiyim kimi şərt budaq cümlələrində if atıldıqda, if atılır, ifin önünə, yəni subjectin önünə should keçir. Example, if he should call, tell him I am busy. Should he call, tell him I am busy. Bu cümlə inversiya, doğru inversiya olunmuş cümlədir. Və yaxud if I were you, I will take the job. Bu normal bir cümlədir. İnversiya olunmuş şəklində if atılır. Were I subjectin önünə keçir. Were I you, I will take the job və s. Növbəti cümlələri siz rahat şəkildə izləyə bilərsiniz. Daha sonra abituriyent vaxtından öyrəndiyiniz kimi qısa təsdiq, qısa inkar cümlələri, yəni razılaşma bildirən ifadələr so, auxiliary and subject ifadələrində, misal üçün I love chocolate, so do I və yaxud da ki, inkar cümlələri neither yaxud no auxiliary subject olur. She can't swim, neither can I və ya nor can I kimi ifadələr də düzgün inversiya olunmuş cümlələrdir. Bəs nə zaman əsas feil mübtədadan əvvələ keçir? Bu inversiya daha çox ədəbi dildə, poetik üslubda, rəsmi yazıda işlənir. Misalları görürsünüz. Comes the night, all is silent. Və yaxud da gone are the days when we were young. Bunlar da düzgün inversiya olunmuş cümlələrdir. Və testlərdə rast gəldiyimiz here and there inversiyalı cümlələrdir. Qeyd edim ki, here and there cümlələrdə inversiya o zaman doğru, düzgün inversiya olar ki, bu zaman bu ifadələrdən sonra isim gəlsin. Əgər əvəzlik gələrsə, bu zaman doğru inversiya olunmaz. Here comes the king. Göründüyü kimi yerdən sonra comes verb gəlib, çünki verbdən sonra gələn king noundur. İkinci cümlədə here comes the bus. Bus isim olduğuna görə deməli, burada doğru inversiya olunmuşdur. Əgər the bus'ın yerinə it gələrdisə, bu zaman və yaxud da kingin yerinə he gələrdisə, bu cümlə doğru inversiya olmazdı. Əvəzlik gələndə bildiyimiz kimi inversiya olunmur. Cümlə normal cümlə sırası kimi here, he comes şəklində olmalıydı.
Dördüncü, so və saç ilə inversiyalar. Testlərdə bunu da tez-tez görə bilərsiniz. Bunlar vurğunu adətən artırmaq üçün işlədilir. Example'lar vermişəm buna aid. So difficult was the exam that many students failed. Və yaxud da such was his anger that he couldn't speak. Göründüyü kimi saçdan, sodan sonra köməkçi feil mübtədaların qarşısında gəlmişdir. Və little ilə inversiyalar. Little mənfi mənadadır. Yəni çox az, heç gözləmirdim kimi tərcümə olunduqda little-dan sonra inversiya olunur. Normal cümləyə baxaq. I little know that he was lying. Göründüyü kimi burada mənfi mənadadır. Heç gözləmirdim. Mənasında tərcümə olunur mənfi ifadə bildirdiyinə görə little-dan dərhal sonra köməkçi feil did mübtədanın subjectin önünə keçib. Little did I know that he was lying. Növbəti cümləni də görürsünüz. Bu da little-la bağlı olan cümlədir. Doğru inversiya olunub. Deməli, does köməkçi feili subjectin önünə keçib. Yəni, ümumən yadda saxlamalı əsas məqamlara fikir verək. İnversiya əsasən baş cümlədə işlənir. Budaq cümlədə çox nadir hallarda olur. Əsasən şərt budaq cümlələrində olur. Bu zaman should, were, had subjectin önünə keçir. İnversiyanın dedik ki, əsas iki növ var. Köməkçi feil mübtədadan əvvəl keçir. Bu ən geniş yayılmış növüdür və əsas feil mübtədadan əvvəl keçir. Bu da ədəbi və poetik üslublarda istifadə edilir. Diqqətinizə görə minnətdarım.